Qarabağın oyununa dəhşət sevinənlər var, çox gözəl sevinənlər, mən də sevinirəm, düzdür, mən belə deyək də şot qoymamışdım, amma belə deyək də şot qoyub, dəqiq şot qoyub sevinənlər var. Qarabağın belə deyək də çoxsu deyirdi ki, Qarabağ 3-2 qalib gələcəkdir, təsəvvür eləyin, videolarda görürsünüz da, belə shorts videolarda paylaşıram. Belə deyək də bu videonu da paylaşıram ki, həqiqətən də halal olsun Qurban müəllim, Qurbanov. Belə gözəl Qarabağ futbol klubu yetişdiribdi, gözəl belə nətər deyək də səngərdə möhkəm dayanıblar. Bir sözlə ki, Almaniyanın Eintracht Freiburg klubunu nətər məğlub elədilər. Sonuncu dəqiqədə Bəhlul Çempionlar Liqasında yeganə Azərbaycanlıdır ki, bir dənə qol vurdu. Yəni davamı gəlsin, Azərbaycanlılarımız qol vursunlar. Amma yeganə Azərbaycanlıdır ki, qol vurdu. Əhsən gözəl, həqiqətən də çox sevinənlər də var. Həqiqətən də o sevinən qardaşlar, belə Azərbaycanlılar həqiqətən də sevincə layiqik, belə deyək də, biz də sevincə layiqik, belə deyək, biz Azərbaycanlılar, həqiqətən də çox şadam. Dostlar, siz nə fikirləşirsiniz, bu həqiqətən sevinməyə dəyərmi? Qarabağ futbol klubunun bu qalibiyyəti sevincə dəyərmi? Yəni biz sevinməyə dəyərikmi? Sevinməyə nətər deyək, layiq xalqıqmı? Əlbəttə ki, mən öz fikrimcə layiq xalqıq. Amma içimizdə bəzi bir xainlər var, belə deyək də, məsəl üçün bir də görürsən, gəlirlər rəylərdə yazırlar ki, nə hoppanıq tullanırsınız, nə elin belə gəldi, filan belə gəldi, filan belə getdi, nə elin belə, o çık qurtdulardı xainlər. Bax, cənab prezidentimiz də bir sözlə ki, Qarabağ futbol klubunu təbrik elədi. Hələ Çempionlar Liqasının, Avropa Çempionlar Liqasının bu hakimlər briqadasını da bir sözlə ki, belə deyək də, Lordinlə lənətlədi ki, bu nədir, nə ədalətsizlik eləyirsiniz, niyə belə eləyirsiniz? Nətər Qarabağın oyunçusuna da penalti verilməliydi. Bir sözlə ki, birinci Eintracht'ın qapısına qol vurulmalıydı, penal verilməliydi. Ancaq vermədi İsveçrəli hakim o penaltimizi, bizim penaltimizi vermədi. Sonra Eintracht'a penalti verdi, Eintracht qol vurdu bizə. Bizim qapımıza penalti ilə, yalandan, amma o həqiqətən də yalancı idi. Cənab Prezidentimiz İlham Əliyev də onu dedi, həqiqətən də ki, yəni Prezidentimiz də Qarabağ futbol klubunu təbrik elədi, həqiqətən də uğurlar, belə daimi olsun bu qalibiyyətimiz. Mən elə fikirləşirəm ki, gələn həftə Liverpool'la oynayacaqdı. Təsəvvür eləyin, heç-heçə qutaracaqdı, heç-heçə olacaqdı. Mən elə fikirləşirəm, Qarabağla Liverpool'un oyunu heç-heçə olacaqdı. Sizlər nə fikirləşir? Bu sevinən qardaşlara da baxın, gör, bax təsəvvür eləyin, Qarabağın özünün oyuncularıdır, ondan sonra Qarabağın oyunundan nətər deyək də, baxıb sevinirlər, qolu görüb sevinirlər. Futbol, Azərbaycanda futbol olacaqdır, daima olacaqdır. Yaşasın Azərbaycan gəncliyi, yaşasın Azərbaycan yeniyetmə gənc idmançıları, futbolçularımız, nəlim, belə deyək də, ümumi döyüş idmançıları, yüngül atletika, ağır atletika, hər bir idman var Azərbaycanda, güləş hər zaman var, hər zaman. Uğurlar bol olsun, uğurlar, yaşasın Azərbaycan idmanı. Həqiqətən də belə Qurban müəllim sağ olsun, var olsun, Azərbaycan xalqını bax belə sevindirir. Mən də belə deyək də izlədim deyəndə necə izlədim, aparıcının danışığı ilə bildim ki, nə oldu, nə olmadı. Bir sözlə ki, həqiqətən də belə deyək də, bizlər də sevinməyə layiq xalqıq, biz belə deyək, cəmiyyətik. Allah cəmiyyətimizi də qorusun, xalqımızı da qorusun, ictimaiyyətimizi də qorusun. Belə
dövlətimizi qorusun. Yaşasın Azərbaycan dövləti, yaşasın müstəqil Azərbaycanımız. Həqiqətən də gör nə gözəl. Deməli təsəvvür edin, 20 yanvar matəm günü, 21 yanvarda Qarabağ Azərbaycan xalqına sevinç bəxş elədi. Bu sevinən qardaşlar da ki, həqiqətən də sevinməyə layiqdilər bir sözlə ki, Qarabağın oyunçuları və Qarabağ oyununu izləyən evlərində, Qarabağ oyununu izləyən evlərində izləyən bu belə deyək də sosial şəbəkədə paylaşıblar TikTok platformasında. Mən də dedim bir baxarsınız, görün Qarabağın oyununa necə sevinirlər, necə sevinirlər. Həqiqətən də sevinməyə layiq olan Azərbaycan xalqı var. Var olun, yaşasın Azərbaycanımız. Eşq olsun, gözəl, dəyərli Azərbaycan xalqı. Qurban Qurbanov müəllim, çox sağ ol, var ol. Allah canına sağlıq versin. Həqiqətən də bəziləri deyirdilər ki, Nəriman Axundzadəni və s. oyuna çıxartmaq. Həqiqətən də çıxartmadın. Qalibiyyətimiz davamlı oldu. Hələ oyunun sonunda da Bəhlul Mustafazadə qol vurdu. Daha da belə xoş oldu. Uğurlar, uğurlar. Bir daha deyirəm ki, Liverpool Qarabağ oyununda necə olacaqdı əzizlərim? Heç olacaqdı. Qarabağ belə güclü oynayırsa, bəlkə ola bilsin, bəlkə. Mən heç deyirəm, amma bəlkə ola bilsin Qarabağın qələbəsi də ola bilər. Yəni bu, belə deyək də, 98-97% belə deyək. Amma yəni heç-heçəyə mən 100% təminat verirəm. Yəni Qarabağın ən azından bir xal almağına, təminatındayım. Bir daha var olun, Allah canınızı sağlıq versin. Çünki Qarabağ güclü klublarla belə nətər deyək də döyüşür da, elə bir Azərbaycanın xüsusi təyinatlıları nətər getdilər, döyüşdülər. Azərbaycanın o igid qəhrəman oğulları, bir sözlə xüsusi təyinatlılarımız getdilər, döyüşdülər ruslarla, ermənilərlə döyüşdülər. Qarabağ torpaqlarını işğaldan azad etdilər. Bax, indi bu Qarabağ futbol klubunun oyunçular da elə bir o güclülərlə döyüşürlər də, hünər göstərirlər. Belə qabağa gedirlər də, hücuma gedirlər bir sözlə. O Ajax'ın oyununda da həqiqətən də nəsə səhiflər oldu, çox səhiflər oldu. O səhifləri də bax bu qalibiyyətlə bu Eintracht'ın üzərində, Eintracht Freiburg'un üzərində qələbə qazandı Qarabağ futbol klubu, Qurban Qurbanov müəllim və Qarabağ futbol klubunun oyunçuları, futbolçuları bir sözlə Kamilla Duran və bizim Azərbaycanın belə müdafiə xəttində duran, hücuma gedib qapıya son saniyələrdə qapıya qol vuran Bəhlul Mustafazadə, eşq olsun, yaşasın Azərbaycanımızın gəncləri, idmançıları, həqiqətən də fəxr edilməsi oğullar var. Halal olsun, həmişə fəxrli olun, həmişə qüdrətli olun, həmişə yüksəklərdə olun. Həqiqətən də halal olsun. Belə, elə bir sözlə ki, xüsusi təyinatlılar kimi hücuma gedəcəklər, Liverpool'u bəlkə də darmadağın edib, bəlkə də Liverpool'a 3 dənə qol vurub məğlub elədilər Liverpool'u bəlkə də. Çünki Liverpool 8-liyə düşübdür. Liverpool'a xal lazım döldüyündən belə. Belə deyək də. Oyunda da bir sözlə bu futbol oyununda da bir sözlə ki, belə deyək də pul söhbətləri var, belə deyək. Görək də nətər olacaqdır. Bu sevinənlər də ki, həmişə belə sevinir. Narim mənim də bir sözlə ki, mən nətər oynayım. Qarabağ, uğurlar Qarabağ, Qurban Qurbanov, halal olsun Qurban Qurbanov, yaşasın, həqiqətən də çox gözəl oynayır, halal olsun. Görürsünüzmü, Qurban müəllim öz oğlunu, Musa Qurbanlını çıxartmır oyuna, ancaq ki Qarabağ qalib gəlsin. Halal olsun, eşq olsun, halal olsun. Təbriklər. Elvin Cəfərquliyev 90+-ə kimi oyunda oldu. Bəhlul Mustafazadə 90+-ə oyunun sonuna kimi hamısıdan bir sözlə
Bir sözlə ki, elə bir döyüşə nətər deyək də, əməliyyata girmişdilər də, belə deyək də. Belə deyək də, nəsə kəşfiyyata girmişdilər bir sözlə. Kəşfiyyatdan da qalib çıxdılar. Halal olsun, halal olsun. Bir daha Qurban müəllim halal olsun. Bax, belə oyuncular yetişdirmişsən, bir sözlə belə oyuncuları yığmışsan bir yerə, Qarabağ Futbol Klubunu, Azərbaycanımızı daha da yüksəklərə qaldırırlar. Eşq olsun. Sevinənlər də ki, həqiqətən də sevinməyə layiqdirlər. Mən də sevinirəm, mən də şadam. İndi bu Azərbaycan misli Premyerası da tamam olandan sonra Turan Tovuz klubu da en azından Avroligaya ya konferans ligasına çıxar. Bizim qərb zonasının Turan Tovuz klubu da belə nəsə bir nailiyyətlər göstərər. İnanıram ki, Turan Tovuz klubu da bir sözlə, komandası da bir sözlə ki, bax, Qarabağ Futbol Klubu kimi nailiyyətlər göstərəcəkdir. Öpürəm, var olun, həmişə sevinməyə layiq olaq. Qarabağ Futbol Klubu ilə həmişə sevinək, Qurban Qurbanov müəllimi ilə həmişə sevinək, Bəhlul Mustafazadə ilə həmişə sevinək. Var olsunlar, Elvin Cəfərquliyev, bir sözlə, hər bir Kamilla Duran, nəlim, Abdullah Zubir, Kerim neydi? Medina, Kerim Medina, var olsun. Hər biriniz var olun. Sağ olun. Allah canınıza sağlıq versin. Həqiqətən də Azərbaycan xalqını bax belə bu gecə, yəni 21 yanvar gecəsi sevindirdilər də bir sözlə. 21-dən 22-sinə keçən gecə sevindirdilər. Belə bir sözlə ki, sevinməyə layiq xalqıq biz. Bir sözlə. İnşallah ki, Liverpool'la bir daha deyim ki, o oyunumuz yazarsınız rəylərdə fikirlərinizi dostlar. Mən deyirəm, Liverpool'la Qarabağın oyununda heç olacaq. Heç. Qarabağ yəni bir xal alacaqdır. Siz nə fikirləşirsiniz? Yazarsınız fikirlərinizi. Öpürəm, var olun. Allah canınıza sağlıq versin. Sevinənlər də ki, qoy belə həmişə sevinsinlər. Şad olsunlar. Baxın, görün necə sevinirlər insanlar.